Salam əziz şagirdlər, mən sizlərə 3-cü sinif İzə nəşriyyatından məntiq testlərinin izahını verəcəm. Birinci testdən başlayaq. Fərqli olan variantı seçin. Çovğun, leysan, qasırğa, zəlzələ. Burada görürük çovğundur, leysandır, qasırğadır. Bunlar hava şəraiti ilə bağlıdır. Zəlzələ isə tektonik hadisədir. Zəlzələdir, vulkandır. Bunlar tektonik hadisələrdir. Fərqli olan olur D variantı. Şəkildə neçə üçbucaq var? Baxaq. Şəkildə baxırıq ki, bir böyük üçbucaq var. Bir böyük. Sonra baxaq. Buradan baxsaq, bir bura, bir də bura. 2 bu, bir böyük, 2 bunlar etdi 3. Sonra 4, 5. Bir de bunun özünü götürsək, buranın 6. Bu hissə 7. Burada isə bir üçbucaq 8. Doğru cavab olur C variantı. Növbəti testimizə baxaq. C neçədir? 4-ün üzərinə 6 gəlsək edir 10. 0 yazıraq bir yadda. Bizdən C'ni soruşur. Baxaq. 4-ün üzərinə 6 gəlsək 10. 0 yazıraq bir yadda. Bir yadda. Bura B'ləri 5 götürsək 5, 5. 5'in üzərinə 5 gəlsək 10. Bir də yadda 11. A'nı tapmışıq ki A 6'dır. A 6'dır. Bir də yadda edəcək 7. C'nin qiyməti neçə etdi? 7 etdi. Bir də deyirəm. Bu riyaziyyatla əlaqəlidir, yəni çətin sual deyil. 4'ün üzərinə 6 gəlsək edir 10. 0 yazırıq bir yadda. B 5 etsə 5'in üzərinə 5 gəlsək 10, bir də yadda 11. 1 yazırıq bir yadda. A'nın qiymətini tapmışıq 6, bir də yadda edir 7. C'nin qiyməti edəcək 7. D variantı. Baxaq növbəti suala. Otaqda bir ördək, bir toyuq, bir pişik var. Hüseyn öz dovşanı ilə otağa daxil oldu. İndi otaqda neçə ayaq oldu? Bizdən ayaqların sayını soruşur. Diqqətli olaq. Baxın, deyir otaqda bir ördək var. Bir ördəyin neçə ayağı var? 2. Bir toyuq var. Bir toyuğun neçə ayağı var? 2. Bir pişik var. Bir pişiyin neçə ayağı var? 4. Cəmi hazırda otaqda 8 ayaq var. Hüseyn öz dovşanı ilə otağa daxil oldu. İndi otaqda neçə ayaq var? Hüseyn dovşan ilə otağa daxil olubsa, Hüseynin 2 ayağı var. Dovşanın da 4 ayağı var. Əlavə olaraq otağa neçə ayaq daxil oldu? 8. 8'in üzərinə də 6 gəlsək edər 14. Doğru cavab olur D variantı. Yox, əgər burada soruşsaydı ki, indi otaqda neçə heyvanın ayağı oldu? Heyvanların ayağından geçsəydi, hə, bu zaman burada Hüseynin ayağını götürməzdik. 8'in üzərinə 4 gəlib deyərdik 12. Amma ümumilikdə ayaq soruşur deyə biz artıq burada Hüseynin də ayağını nəzərə almalıyıq. Cəmi 14 ayaq var. Baxaq. 62, 55, 48, 62'den 55 çıxsaq edir 7. Buradan aydın olur ki, ədədlərimiz 7 vahid, 7 vahid azalır. 48'den 7 çıxsaq edir 41. 27'den 7 çıxsaq edəcək 20. Bizə nə deyir? Sual işarəsinin yerinə yazılacaq ədədlərin cəmini tapın. 41'in üzərinə 20 gəlsək edir 61. Doğru cevap edir D variantı. Növbəti 6-cı sualımıza baxaq. Qızıl, gümüş, ardıcıllıq nə ola bilər? Platin, dəmir, mis, brilyant. Baxırıq ki, burada qızıl, gümüş, qiymətli olan metallardan söhbət gedir. Dəmir, yəni qiymətli metal deyil. Mis qiymətli metal deyil. Brilyant qiymətli ola bilər, ancaq metal deyil. Çünki brilyant qaşdır. Platin isə bəli, qiymətli metaldır. Doğru cavab olacaq A variantı. 7-ci sualımıza baxaq. Kənarlara baxırıq. 60, 25. Bunların cəmi edəcək 85.
Baxaq. 60-dan 25-in cəmi. 60-ın üzərinə 25 gəlsək, edəcək 85. Yuxarıda olan hissəni 85-dən 40 çıxsaq, qalacaq 45. Alırıq, baxın, bu hissəni. Kənarları toplasaq, 93-dən 27-ni toplayırıq. Qaydamız bu cürdür. Edir 120. 120-dən 50 çıxsaq, qalır 70. Ortada yazılan ədədi alırıq. Kənarları toplayıb yuxarıda yazılan çıxırıq, ortada yazılan ədəd alırıq. İndi gəlin baxaq. 500, 200. 500-ün üzərinə 200 gəlirik. Edir 700. 700-dən də çıxırıq 146-nı. 700-dən 100 çıxsaq 600, 600-dən də 46 çıxsaq qalır 554. Doğru cavab etdi D variantı. 8-ci suala baxaq. Sual içərisinin yerinə hansı ad olmalıdır? Dada, Şahin, Nigar, Ramiz. Baxırıq. Gəlin sözləri tərsinə oxuyaq. Tərsinə oxusaq şa hecasından başlayır. Şaddat, şa. Görürsünüz, növbəti sözün də ilk hecası şadır. Düzdürmü? Şahin. Şahin tərsinə ni, şa, ni olur, ni. Növbəti sözümüz ni hecası ilə başlayır. Nigar. Nigar sözünün tərsinə oxusaq olacaq burada. Ar yox, daha doğrusu ra, ra. Burada da başlayıb Ramiz. Ramiz sözündə tərsinə oxusaq ilk hecası olacaq zi, zi. Yeni sözümüzün də ilk hecası zi olmalıdır. Ziya. Doğru cavab olur B variantı. Baxaq, burada necə yazırıq? 3'ü 2'ye vursaq edir 6, 6'nı da 5'e vursaq edir 30. Kənarları bir-birinə vurmaqla ortadakı ədədi alırıq. Belə düşünək. 4 dəfə 5'ini 20, 20'ni 2'ye vursaq alırıq 40. 9'u 2'ye vursaq 18, 18'i də 5'e vursaq edir 90. Doğru cavab olur C variantı. Ananızın qardaşı sizin nəyinizdir? Bunu çoxumuz hər kəs bilir ki, anamızın qardaşı bizim dayımız olur. İzahlarımız bu qədər əziz şagirdlər. Hər hansı qaranlıq qalan məqamlar olarsa, rəy bölməsində yazıb suallar verə bilərsiniz. Növbəti izahlarda görüşərik. Hələlik.